Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemşarlarım. Derslerimizin birinde özellikle Eros 2 freonunun yanıcı olup olmaması barəsində danışanda biz bu freonların sadece adi bir odla təmas etdikdə, hətta qızdırıcı ilə təmas etdikdə, yəni spiralla qızdırıcı əgər yanırsa və közəribsə, onunla təmas etdikdə orada fosgen qazının əmələ gəlməsi barəsində danışmışdıq. Fosgen qazının burada iki variantını biz tanıyırıq ən çox. Bunun biri xlorla olan variantıdır, əsil fosgen qazı. Digəri isə fosgen qazının ftorla olan analogudur. Hər ikisi çox kəsinliklə insan orqanizmini məhv edən, onun ciyərlərinə çox böyük zərər yetirən bir qazdır. Hər ikisi belə qazlardır. Qeyd etmək istəyirik ki, bu qaz yalnız həmən freonlar odla təmas etdikdə əmələ gəlirlər. Yəni, bizim bütün ustalarımızın bu və ya digər şəkildə bu qaz ilə tanışlıqları var. Amma bu qazın nə qədər öldürücü olduğunu əgər bilmək istəyirsinizsə, o zaman sadəcə Google-da bir axtarış verin və fosgenin hansı miqdarda bir insan orqanizmə neçə saniyə ərzində nə qədər ziyan verməsini əgər oxumuş olsaydınız görərdiniz ki, bu orqanizmə nə qədər zərərli bir qazdır. Qeyd etmək istəyir ki, fosgen vasitəsilə Birinci Dünya müharibəsində insanlar üzərində təbii ki, təcrübələr aparılmış, insanların öldürülməsi üçün bu qazdan istifadə edilirmiş. Hörmətli izləyicilərimiz, qapalı məkanlarda qaynaq işləri apararkən mütləq surətdə güclü ventilyasiya olmalıdır. Biz insan bilməlidir ki, birinci onun işindən qabaq onun həyatı, sonra isə başqa məsələlərdir. Yəni həyat Allah Subhanahu Taala tərəfindən insana bir dəfə əmanət olaraq verilmiş bir şeydir. Bu səbəbdən əgər biz freonla işləyiriksə, əvvəla hətta qaynaq işi aparmasaq belə freonun nəfəsimizə getməsinə imkan yaratmamalı. Yəni, freon qapalı məkanlarda freon ilə işlədiyimizdə, kondisioneri freon ilə doldurduqda, azacıq miqdarda olsa belə freonu havaya buraxdığımız təqdirdə mütləq surətdə güclü ventilyatorlarla o havanı oradan qovmaq lazımdır. Qeyd etmək istəyirik ki, freon özü molekulyar kütləsi ağır olduğuna görə o döşəməyə daha çox yaxınlaşır. Nədən? Çünki biz bilirik ki, nəfəs aldığımız havanın molekulyar kütləsi təxminən 29, amma bizim istifadə etdiyimiz freonların içərisində ən yüngül freon əgər R32 freonudursa, onun molekulyar kütləsi səhv etmirəmsə 52-dir. 410'da isə bu 86'ya bərabərdir. Siz görürsünüz ki, 410 qazı havadan bir neçə dəfə, təxminən 2,5 dəfə daha ağırdır. R32 freonu isə təxminən 1,8 dəfə ağırdır. Deməli, hörmətli izləyicilərimiz, bu freonlarla işləyəndə fikirləşməyin ki, siz ventilatoru işə salan kimi o bütün içəridə olan freonu çıxardacaq. Bəzi vaxtı biz tez bir zamanda tələsirik və qapalı məkanda qaynaq işləri görürük. Bu zaman qaynaq aparatından çıxan odun həmən freonla təmasından dediyimiz kimi fosgen qazı əmələ gəlir. Bu da çox qorxulu bir şeydir. Bu ölümlə nəticələnə bilən bir şeydir. Əgər belə bir şey hiss etdiyimiz təqdirdə dərhal qaynaq aparatını dərhal söndürməliyik. Nəfəsimizi içəriyə almamalıyıq və dərhal öz seximizi tərk eləməliyik. Hörmətli izləyicilərimiz, bəs belə bir sual ola bilər ki, hər hansı bir cihazın içərisində biz freon olduğunu biliriksə, o zaman kompresor yanmışsa, biz o kompresorun içində olan freonu necə oradan uzaqlaşdıraq? Bunun üçün iki əsas imkan var. Çünki sizin kompresorunuz işləmir. Kompresor işə salmaq da mümkün deyil işləmədiyinə görə. O zaman biz quru azotla həmən
sistemdə olan azotu, quru azotla həmin sistemdə olan freonu uzaqlaşdıracaq. Bəs başqa bir üsul varmı? Əgər doğrudan da quru azotunuz qutarıbsa, o zaman hava varsa, o zaman kompresor vasitəsilə havanı sistemin içərisinə vurub onu oradan uzaqlaşdıracaq. Burada ən doğru yol əlbəttə ki, quru azotdur. Amma quru azot qutarıbsa, o zaman biz havaya baş vuracaq. Vakuumla etmək olarmı? Bəli, vakuumla da etmək olar. Bu şərtlə ki, vakuumu biz onun vuruş borusuna bağlayırıq. Təxminən 5-10 dəqiqə, 5 dəqiqə, təxminən 10 dəqiqə onu vakuumladıqdan sonra artıq əmin ola bilərik ki, sistemin içərisində heç bir freon qalığı qalmayıb. Çünki sistemin içində freon qalığı qaldığı təqdirdə dediyimiz fosgen qazı yenə də əmələ gələcək. Bu fosgen qazı bayaq dediyimiz kimi həm xlorlu olan variantı var, həm də ftorlu olan variantı var. Hər ikisi həddindən artıq zəhərli maddələrdir və bunların bizim içərimizə getməsi, bizim ciyərimizin sıradan çıxması və dolayısıyla bizim çox ciddi xəsarət almamız, bəzi hallarda isə bir neçə gündən sonra isə gözlərimizi bu dünyada əbədi yummamıza səbəb ola bilər. Biz bu videolarda çəkməkdə məqsədimiz bunları sizə bildirmək, belə səhv hərəkətlərdən sizi uzaqlaşdırmaq və dolayısıyla hər hansı bir insanın həyatını qorumaqdır. Hörmətli izləyicilərimiz, bu videolar yalnız və yalnız Allah rızası üçün çəkilir. Çünki bizim başqa bir niyyətimiz ola da bilməz. Əgər fikir vermişsinizsə, bizim videolara əsas baxanlar bizim usta dostlarımız, usta həmkarlarımızdır. Onların da sayı təbii ki, məhduddur. Bizim ən çox baxılan videolarımız belə kondisioner necə soyudur videosudur ki, buna 3 il ərzində cəmisi 10.000 nəfər adam baxır. Amma biz bilirik ki, baxan 10.000 adam həqiqətən də bu işdən maraqlanan insanlar olub. Və biz baxmayaraq ki, bizim kanalımıza baxanların sayı azdır, bu videoları çəkməkdə davam edəcək. Ha vaxta qədər nəfəsimiz gedir gəlir ki, bu videolar bizdən sonra sizə yadigar qalsın. Bizdən sonra ən azı sizin əlinizdə bu videolar olacaq və siz biliklərinizi artıra biləcəksiniz. Mən Yusuf müəllim, kondisionerlərin təmir kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə yazsınlar WhatsApp-la və biz də inşallah həmən o kitabı sizə PDF formatında göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.